Herkese salam. Necəsiz qızlar? Bugün səhər duydum. Alışveriş üçün Araz markete yollandım. Və orada nə görsəm yaxşıdır. Belə gözəl qablar. Biri 2 manat 50 qəpikdən 1 manat 99 qəpiyə enmişdi. Çox ağır keramika qablardır. Yəni mən keramika qabları həddindən artıq çox sevirəm. Yəni evdə daim istifadə etmək üçün dəst almaq istəyirdim. Trendyolda 61 manat idi. Sadəcə bundan yox, elə bir ağ rəngdə. O çox sadə idi. Bu çox ondan gözəldir da. İndi bilmirəm videoda nə dərəcədə, yəni rəngi, forması nə dərəcədə yəni yaxşı görsənir bilmirəm. Amma ki həqiqətən real həyatda çox gözəl görsənir və çox gözəldir həqiqətən. Mənim çox xoşuma gəldi. Bunları daim istifadə etmək üçün aldım. Trendyoldan almadım. Orada çünki tam ürəyimə yatan yox idi deyə almadım. O həm də ağ rəngi idi. Ağ rəngi çox bir o qədər istifadə də istəmədim olsun. Belə boz rəngləri sevirəm. Və bunların hamısını mən tək almışam. Hamısı bir yerdə 15 manat 92 qəpik tutdu. Axırda çeki sizə göstərəcəm. Həqiqətən çox sevindim. Həm endirimdə olmağına, həm Araz marketdə, yəni belə şey mən heç vaxt gözləməzdim. Çox sağ olsun Araz market, yəni bu fürsət əldən qaçmazdı. Və o 2 dənə qara boşqabları da ondan dəst formada elə bir, necə deyim, yəni dəstləşdirdim də. Bax belə, görünüşü belədir. Yəni çox xoşuma gəldi. Və böyüklüyü də çox normaldır. Yəni böyükdür ki, balaca deyil. Bu çox gözəl bir şeydir. Mən çox sevindim. Və videomuzun axırına yaxınlaşırıq. Kanala abunə olub dəstək olmağı unutmayın. Çox sağ olun izlədiyinizə görə. Fikirləriniz mənim üçün çox maraqlıdır. Sizin də qarşınıza çıxıb bu belə bir fürsətlər.